Salam uşaqlar, mən dil ədəbiyyat müəllimi Əsədova Natəvan. Bu gün sizlə sınaq hesabı paylaşacağam. Birinci sualdan başlayaq. Hansı cümlədə bu əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər? Bu ən sevdiyim musiqidir. Biz bilirik ki, əgər o bu əvəzliklərindən sonra köməkçi nitq hissəsi ədat gələrsə, bu zaman vergül qoyulmur. Hamı sevdik. Bu qəsəbədə yaşayıram. Hansı qəsəbədə? Bu qəsəbədə. Hansı suala cavab verdi? Vergül qoyulmur. Bu sənə göndərilib. Biz bilirik ki, uşaqlar, o və bu əvəzliyindən sonra hər hansı başqa bir əvəzlik gələrsə, heç bir vergül qoyulmur. Bu məktəbin uğrudur. Bu cümləni iki cürə başa düşə bilərik. Bir, burada bunu, bu əvəzliyini mübtəda kimi başa düşüb vergül qoya bilərik. Bir də təyin kimi başa düşüb vergül qoymaya bilərik. Cavabımız D variantı. Hansı bəndlərdə hal şəkilçisi qəbul etmədən də sahibliyi bildirən isim var? Yəni qeyri-müəyyən yiyəlik halda olan isim istəyir. Qütb ulduzu, qütbün ulduzu, bəli, olar. İkinci, mən danışanda, xeyr, mən ümumiyyətlə əvəzliklə danışanda feili bağlamadır. Burada isim yoxdur. Körpə səsi, körpə sifətdir, ona görə uyğun gəlmir. Kür çayı, bəli, qeyri-müəyyən yiyəlik haldadır. Şəklin əlamətləri müəyyən yiyəlik haldadır deyə bunu götürmürük. Cavabımız olur Y variantı. Sual 3. Tələffüz formasında verilən hansı söz yerinə görə sifət yaxud da isim kimi işlənə bilər? Sirri. Sirri sözünün yazılışını yazırıq. Bir belə yazmaq olar uşaqlar. Bir də məsələn onun sirri. Belə olduqda isim kimi, belə olduqda sifət kimi başa düşmək olar. Cavabımızın biri 1. Başlı. Bəli, başlı necə başlı sifət kimi və başlı isim kimi. Böyük elə sifət olur. Buruq. Buruq saç, baxın. Buruq saç və bir də deyirəm ki, neft buruğu. Bu zamanda olur sifət. Buruq saç olur sifət, neft buruğu dedikdə olur isim. Cavabımız 1, 2, 4 A variantı. Həmin elmi kütləvi ədəbiyyatlar bir çox adamları nadanlıqdan xilas edib cümləsindəki sözlərin morfoloji təhlilini və doğru fikirləri seçin. İlk iki söz eyni nitq hissəsinə aiddir. Baxaq, birinci sözümüz əvəzlikdir, ikinci sözümüz sifətdir, xeyr. Əşyanın adını bildirən sözlər ismin eyni halındadır. Baxaq, ədəbiyyatlar adamları nadanlıqdan çıxışlı haldadır, adamları təsirli haldadır, ədəbiyyatlar adlı haldadır. Cavabımız B də deyil. Cümlədəki sifət və say eyni suala cavab verir. Baxırıq, sifətimiz elmi kütləvi ədəbiyyatlar, necə ədəbiyyatlar, elmi kütləvi necə sualına cavab verir? Bir çox adamlar, hansı adamları? Bir çox adamları deyil. Bütün isimlər konkretdir. Xeyr, ən azından nadanlıq sözünü görürük və görürük ki, lıq qəbul edirik və demək mücərrəd isimdir. D də deyil. Cümlə sifəti əvəz edən sözlə başlayır. Bəli, həmin ədəbiyyatlar, hansı ədəbiyyatlar, həmin ədəbiyyatlar və əvəzlidir. Cavabımız olur Y variantı. Klasteri tamamlaya bilən fikirlərdir. Onda sözü kontekstə görə o vaxt sözünün yerində işlənə bilər. Bəli, tamamilə doğrudur. İsimləşmiş say kimi işlənə bilər. Bəli, məsələn deyirəm ki, 10-da, 11-də, 12-də, 13-də və s. problem var. Belə demək olar. 1. Qeyri-müəyyən say kimi işlənə bilər. Xeyr, müəyyən say kimi işlənə bilər. Əvəzlik kimi işlənə bilər. Bəli, 10-da kitabım qalıb. Kimdə? 10-da. 3. İsim kimi işlənə bilər. Xeyr. Cavabımız olur 1, 3. İrəli getmək ifadəsi məcazi mənada hansı anlamdadır? İrəli getmək, inkişaf etmək deməkdir. 7. Uşaqlar burada kimsəni görmədilər cümləsindəki əvəzli ilə bağlı doğru fikirlərdir. Demək, əvəzliyimiz kimsənidir, qeyri-müəyyən əvəzliyidir. İsmi əvəz edib, bəli, çünki təsirli halın şəkilçisi də var. 1 doğru. Adlı halın sualına cavab verir. Xeyr, kimi görmədilər, kimsəni deyil. Aid olduğu halın bir forması var. Xeyr, qeyri-müəyyən təsirli hal var və müəyyən təsirli hal var. Demək, 3-ü də silirik. 4 təsirli haldadır. Bəli, kimsəni, i-də var, görmədilər. Cavabımız olur 1, 4 A variantı. Uyğunluğu müəyyən edin. Hecalarından yalnız birində bir saytdan ibarət sözdür. Baxaq, sehirli,
8-ci sualdan davam edərək uyğunluğu müəyyən edən hecalardan biri yalnız saitdən ibarət sözdür, səs artımı ilə deyilən sözdür deyir. Baxaq, A variantına baxaq. Sehirli. Uşaqlar, bu sözün tələffüzü sehirli olur və bura i artırılır. Demək, 2-yə yazırıq. A, çünki səs artımı istəyir bizdən. Bədeilik. Hecalara ayıraq. Bədeilik. Görürük ki, i ayrı qaldı. Yəni, ayrı bir hecadır. Yazırıq 1-ə B. C-yə baxırıq. Elanlar. Burada da E ayrı qaldı. Demək, 2-yə həm də C-ni yazırıq. 1-ə BC, 2-yə A. Cavabımız olur B variantı. 9. Adi dərəcədə olan və keyfiyyət bildirən sifətləri müəyyən edin. Açıq qəlbli, tünd xasiyyət, tünd qırmızı, açıq sarı, qara buğdayı. Baxaq, açıq qəlbli, bəli, adi dərəcədədir. Uşaqlar, açıq sözü və tünd sözü. Əgər bunlardan sonra rənc bildirən sifət gəlirsə, bu zaman bu olacaq ya azaltma dərəcəsində, ya da çoxaltma dərəcəsində. Yox, əgər bunlardan sonra normal bir rənc bildirməyən bir sifət gəlirsə, onu adi dərəcədə götürürük. Yəni, cavabımızın biri 1, biri 2 isim gəlib. Tünd qırmızı çoxaltma dərəcəsindədir. Açıq sarı azaltma dərəcəsindədir. Cavabımız 1 və 2. Hansı nümunədə sual ona baxırıq. Deyir, hansı nümunədə bütün sözlərin yazılışı düzgündür? Baxaq. Ən acı məğlubiyyət ləyaqətsiz rəqibə uduzmaqdır. Burada məğlubiyyət sözündə 2 y olmalı idi, amma y-nın birini yazıb. Demək, səhvdir. Təcrübə bir eynəkdir. Eynək yox, eynək olmalı idi. B variantını seçirik. Qeybət bəsit ruhlu insanların əyləncəsidir. Tamamilə doğrudur. Köynəyin iç düyməsi səhv yox, səhv olmalı idi. Demək, D variantını seçirik. Ümumiyyətlə ehtiyatlı yox, ehtiyatlı olmalı idi. Yəni, bir yola yazılmalı idi ehtiyatlı sözü. Yeni də seçirik. Cavabımız C variantı. Ümid edirəm ki, hər biriniz üçün seçdiyim izahlar faydalı olar. Təşəkkür edirəm hər birinizə.